Növbəti bir restatement sualına gəlin nəzər yetirək. Sualımız belədir. It is possible that she could not concentrate on the exam questions yesterday because of a headache. Deməli, cümləmiz possible sözü ilə başlayıb. O deməkdir ki, bizə variantlarda might, could, əgər bunlar yoxdursa, possibly və ya probably zərflər bizə lazım. Budaq cümlədə could not concentrate modal feil istifadə olunur. Və buradakı could-un mənası to be able to yox, bunun mənası və ya manage to yox, bunun mənası elə might'dır və ya might have done'dır. Yəni, possibly, probably ifadə. Cümləmizin sonunda baxsaq görərik ki, because of a headache. Yəni, söhbət nədən gedir? Söhbət səbəbdən gedir. Mən gedib variantlarda ya axtarmalıyam. Thanks to, due to, ya da bağlayacaqdır. As, since, because, in that, now that bunları axtarmalıyam. Deməli, başlayaq A variantı. Ada deyir ki, she was so good that she was able to. Bu ola bilməz. Niyə? Çünki bu result clause-dur. Elə yaxşı idi ki, bizdə result deyil. Bizdə reason. Result deyil, reasondur. Bizə reason lazım. Bir də ki, buradakı could-un mənası to be able to yox, buradakı mənası might. A variantı gedir. Düzgün cavab sayıla bilməz. B variantı. Əgər cümləmizdə birbaşa ziddiyyət ifadə edən bağlayıcı yoxdursa, variantlarda da onu seçmək olmaz. But, batın olduğu yerdə olur. Ana cümləmiz because'dur və subject clause-dur. Ola bilərmi? Ola bilməz. Çünki burada, həm də burada used to deyir, edərdi. Cümləmizdə used to yoxdursa ona əlavə etmək olmaz. Çünki used to keçmişdə etdiyim, indi etmədiyim və ya keçmişdə etmədiyim, indi etdiyim şeylər üçün istifadə olunur. Bu ola bilməz. Bizə lazımdır might. C variantı. She might not have foxed. Bu ola bilərmi? Ola bilər. Since she had a headache. Bu ola bilərmi? Ola bilər. Çünki reason ifadə edir. Ehtimal və səbəb. Düzgün cavab C variantıdır. D-də she could not take an exam yesterday. Burada edə bilmədi demir. Deyir, ola bilsin ki, edə bilməyib. Burada bilmək mənasında, manage to mənasındadır. Bizə amma ehtimal lazımdır. E-də isə must have, bu cancel burada nə ifadə edir? İfadə edir deduction. Bizə deduction yox, bizə nə lazımdır? Bizə lazımdır possibility, probability ifadə edən modal feil. Düzgün cavabımız C variantı.